İndi biz Onur'un modal feil izahlarını işləyəcəyik. Onur, başla. Hazırsan, getdik. Buyur Onur, davam elə. Buyur. Ucadan danış. Qaldıq D, C, Y-də mənim. Burada da tərcüməyə baxırıq. Deyir ki, onun... Yox, cını niyə saxlayırsan? Hasn't to deyilən bir şey var ümumiyyətlə? Modal. Bəli, hasn't to yanlışdır. Yeni arasına yalnız mənim burada tərcüməyə baxırıq. Deyir, o şeyə getdi, diş həkiminə getdi. Çünki onun Getdi yoxsa gedir, getməlidir. Getməlidir, Aha. çünki onun dişi Hə, say me in English. Because he has a toothache. Doğru cavab? Aferin, düzdür. 84 izah elə Onur. 84-də deyir, tapşırıq çox çətin idi. Burada baxırıq müəllim birinci masdan sonra, meydən sonra to olmalı. Aferin, dərhal çıxırsan. Deyir ki, mən lüğətdə sözlərə baxdım. Ona görə burada təsdiq edilməkdə mən imkanı bilmirəm. Aha, həm də yaxşı. Orada have olsaydı, seçə bilərdin orada have. Cümlədə it was var, keçmiş var. Keçmiş. Aferin sənə, düzdür. Bir də məsələn B variantında hadn't-a görə çıxardırsan, onu diqqətli ol. Amma D variantında D ilə Y variantı arasında da tərcümə fərqi var. Məsələn, o da deyir test çətin olduğuna görə. Mən lüğətdə Ay, aferin. Had to look up a lot of words in the dictionary. 85-ə bax. 85-də deyir o ciddi deyil, sən narahat olmamalısan. Aha, indi bax da yenə əlini ayağına dolaşan səhv variantları çıxart. Səhv variantda məsələn bu ola bilər. Aha, variantın üzərinə xətt çək, qoy iri görsənsin. Aha. Sonra şutdan sonra to olmalı. Aferin sənə. Mənim A, D, C. Aynen D-də, aha, sənə təsdiq lazımdır, inkar lazımdır. İnkar lazımdır. Aferin, düzdür, super, super. Ay sağ ol, biraz yuxarı elə, indi oradan çıx. Ay sağ ol, continue. 86-da uşaqlar İndi uşaqlar görəcəklər ki, test izaha gedir, çəkiliş gedir, bax gəlməyəcək. Aha. Deyir müəllim, uşaqlar sakit oynadılar çünki onun atası yatırdı. Aha, sakit oynamalıdılar mı, yoxsa oynamamalıdılar mı? Sakit oynamalıdılar müəllim. Aferin, deməli sırf cümlənin tərcüməsidir. Aferin, alqışlayaq Onuru. Super.